Bəli, 1-ci sinifdən məktəbdə seçilən şagirdlərdən biri olmuşam və məqsədim 11-ci sinifə kimi bunu davam etdirmək. İlk öncə bilik lazımdır. Bilik olmadan bunu etmək qeyri-mümkündür və ikinci növbədə ən əsas diqqət lazımdır ki, mexaniki səhvlər olmasın və 300 bal tamam olsun. Məncə ən əsas olan budur. Vaxtımızı düzgün müəyyənləşdirib, düzgün bölə bilməsək, biz bu nəticəni əldə edə bilmərik. Yəni abituriyent olsaq da istədiyimiz, yəni hobbilərimizə də vaxt ayırmalıyıq, dərslərə də vaxt ayırmalıyıq. 2020 sınaq kitabı buraxılış səviyyəsindən biraz çətin səviyyədə idi. Yəni biz onu işlədik deyə buraxılış sualları çox asan gəldi. Birinci ixtisas qrupuna hazırlaşıram. İnformasiya təhlükəsizliyi üzrə. Xeyr, bu doğru yanaşma deyil. Bir neçə gün qalmış və yaxud bir ay qalmışa kimi oxumalıdırlar. Sadəcə bir ay qalmışdan sonra ancaq test işləməlidirlər ki, bu daha effektiv olsun. Çünki bir aya o boyda proqramı çatdırmaq heç də mümkün deyil. Valideynlərimin və müəllimlərin əziyyəti mənə əsas motivasiyadır. Bunu sınaq imtahanlarında daha çox yoxlayırdım. Hansı fəndə birinci başlasam daha çox vaxt az, yəni vaxtım daha çox qalar. Buraxılış imtahanında da bu üsulu yoxladım. Burada ailədən də bəzi təsirlər var. Yəni ailə dəstəyi olmadan bu balı yığmaq qeyri-mümkündür və bir də insan özündən asılıdır hər şey. Müəllimin verdiyi tapşırıqlarla yetinməməlidirlər, daha əlavə işləməlidirlər. İxtisasım üzrə daha yüksək səviyyələrdə olmaq istəyirəm.